İsti suyunuz zəif gəlir. Bunda diqqətlə qulaq asın, izah edəcəm. Kombilərdə isti suyun zəif gəlməsi. Ümumiyyətcə, nəinki kombi, Ptiminutka fərqi yoxdur. Evdə krantda isti tərəfdən suyu açdıqda su zəif gəlirsə, deməli, isidici cihaz, yəni bu Ptiminutka və ya kombi fərqi yoxdur. Çirklənmə var, yəni ərklənmə, tutulma var. Amma öncə kombiyə giriş soyuq suyun filtrini açıb baxırsınız. O filtrdə də ərp, qum yığıla bilər. Əgər o filtrdə heç nə yoxdur və evdə bütün krantlarda su eyni zəif gəlirsə, bu o deməkdir ki, sizin istifadə etdiyiniz Ptiminutka və yaxud kombi çirklənib, yuyulub təmizlənməlidir. Kombilərin yuyulması üçün biz bu aparatdan və öz dərmanından istifadə edib yuyuruq. Kombilər yuyularkən ilk öncə kombinin esenjoru yuyulur. Cüt esenjor kombilərdə plak esenjor yuyulur. Tək esenjor kombilərdə isə ana esenjorun isti su xətti yuyulur. Öz dərmanlı aparatla yuyulub təmizlənir və kombi yuyulduqdan sonra istədiyimiz effekt əldə olunmadıqda isti su xəttləri də yuyulur. Xidmət üçün əlaqə nömrələri qeyd olunur.